Allahümme salli ala Muhammed. Yallah. Selamun aleyküm ve rahmetullah. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allaha şükür və tərif, 14 məsuma salavat və salamdan sonra siz möminləri salamlayır. Bu əziz gün münasibəti ilə İmam Həzrət Peyğəmbər Məhəmməd Peyğəmbərimizin mövludu münasibəti ilə Allahümmə salli ala Muhammed və 6-cı imamımızın İmam Sadiq əleyhissalamın mövludu münasibəti ilə bütün dünya müsəlmanlarını birinci növbədə İmam Zaman ağanı təbrik edirik. Salavat zikr eləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed və əccil fərəcəm. Deməli, suallar biz fikirləşib tapırıq, necə deyərlər. Yəni, bizim qaydamız, rəveşimiz belədir. Quran ayəsini oxuyuruq, oradan Quran ayəsinə uyğun sual tapırıq. O Quran ayəsinə nətər sual vermək olar? O sualı fikirləşirik və o sualı öyrədirik uşağa və tərcüməsini də həmçinin öyrədirik. Belə ki, inşallah Allah Teala hamının balasına da Quranı nəsib eləsin ki, inşallah Quranla böyüsünlər övladlarımız. Adətən uşaqlardan nə sual eləyərlər? Neçə yaşın var? Düzdür? Ən çox kimi çox istəyirsən? Məsələn də, indi biz də istəmişik elə suallarla görək nə cavab verəcəklər. Birinci Fatimə xanımdan soruşaq. Fatimə xanım, sənin neçə yaşın var? وَاعْلَمُوا أَنَّمَا غَنِمْتُم مِّن شَيْءٍ فَأَنَّ لِلَّهِ خُمُسَهُ وَلِلرَّسُولِ وَذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِنِ وَابْنِ السَّبِيلِ. Yəni, bilin ki, ələ keçirdiyiniz qənimətin 5də bir hissəsi Allaha, onun Peyğəmbərinə, imamlara, yetimlərə, yoxsullara və yolda qalanlara məxsusdur. Maşallah, yəqin ki, aydın oldu neçə yaşı var. Ev yox, olar. Kesin, orada durun, yuxarı çıxın, orada qalın. Bəli. Allahümmə salli ala Muhammed və ali Muhammed. Ayaq üstə durun, elə durun. Aferin. İndi isə növbə Muhammedindir. Muhammed, sənin neçə yaşın var? Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Mən cəə bil-həsənə fələhu əşru əmsəlihə və mən cəə bis-səyyiə fələ yuczə illə misləhə və hum lə yuzləmun. Yəni, hər kəs yaxşı bir iş görsə, 10 qat mükafatı vardır. Və hər kəs pis bir iş görsə, zülm olmasın deyə həmin miqdar cəzalanır. Yəqin ki, ayadan aydın oldu. Neçə yaşı var? 10 yaşı var Muhammedin. Çox sağ ol. İndi isə Fatimiyə belə bir sual verək. Fatimə xanım, ən çox kimi çox istəyirsən? Kimi çox istəyirsən? Vəllezine amenu əşədu hubban lillah. Yəni, iman gətirən kəslər ən çox Allah'a çox istəyirlər. Maşallah. Deməli, ən çox Allah'ı biz çox istəməliyik. Çox sağ ol. İkinci növbədə görəsən kim durur? İkinci növbədə biz kimi çox istəməliyik, Muhammed? Qul la əsəlkum əleyhə əcran illəl məvəddətə fil qurba. Yəni, mən əhl-i beytimə məhəbbətdən başqa heç nə istəmirəm. Maşallah. Deməli, ikinci yerdə kim durur? Əhl-i beyt. Biz Allah'tan sonra əhl-i beyti gərək çox istəyək. Üçüncü yerdə görəsən Fatimə xanım kim durur? Kimi çox istəməliyik üçüncü? Birinci Allah, ikinci 14 məsum əleyhimussalam, üçüncü Və bil-valideyni ihsana fəla təqullama uf və la tənhərhuma və qullahman qavlən kərimə. Yəni, ana-tarzaya yaxşılıq eləyin, onlara uf deməyin, onların üstünə qıçqırmayın. Maşallah, Quran ayəsi idi ki, üçüncü biz valideynlərimizi gərək çox istəyək. Belə bir sual, Muhammed, Allahın yeganəliyini isbat edə bilərsənmi?
لو كان فيهما آلهة إلا الله لفسدتا فسبحان الله رب العرش amma yasifun. Yəni, əgər göylərdə və yerdə Allahdan başqa məbudlar olsaydı, nizam-intizam pozulardı və hər şey məhv olardı. Ərşin pərverdigarı olan Allah bütün nöqsanlardan pak və münezzəhdir. Maşallah. İndi isə Fatiməyə belə bir sual. Fatimə xanım, fitrət haqqında nə deyə bilərsən? وأقم وجهك للدين حنيفا فطرة الله التي فطر الناس عليها لا تبديل لخلق الله ذلك الدين القيم ولكن أكثر الناس Ya'lamun. Yəni tərcümə də elə üzünü. Yani üzünü hak ve pak dine taraf tut. Bu bir dindir ki Allah insanları fitrat üzerinde yaratmıştır. Allah'ın yaratılışında hiçbir değişikliği yoktur. Mühkemdir budur. Lakin insanların çoxu bunu bilmirlər. Maşallah, maşallah. Muhammed, deyə bilərsənmi qəflətdə olanlar kimlərdir? وَلَقَدْ زَرَعْنَا لِجَهَنَّمَ كَثِيرًا مِنَ الْجِنِّ وَالْإِنسِ لَهُمْ قُلُوبٌ لَا يَفْقَهُونَ بِهَا وَلَهُمْ أَعْيُنٌ لَا يُبْصِرُونَ بِهَا وَلَهُمْ آذَانٌ لَا يَسْمَعُونَ بِهَا أُولَٰئِكَ كَالْأَنْعَامِ بَلْ هُمْ أَضَلُّ أُولَٰئِكَ هُمُ الْغَافِلُونَ. Yəni, həqiqətən biz cinlər və insanların çoxunu cəhənnəm üçün yaratdıq. Onların ürəkləri vardır, lakin onunla dərk eləmirlər. Onların gözləri vardır, lakin onunla görmürlər. Onların qulaqları vardır, lakin onunla eşitmirlər. Onlar heyvan kimidirlər, bəlkə heyvandan da aşağı səviyyədədirlər. Qəflətdə olanlar məhz onlardır. Maşallah. Bəzi məclislərdə olanda siqaret çəkirlər və başqalarının haqqını tapdalayırlar. Fatimə xanım, siqaret çəkənlərə sözün varmı? وَلَا تُلْقُوا بِأَيْدِيكُمْ إِلَى التَّهْلُكَةِ وَأَحْسِنُوا إِنَّ اللَّهَ يُحِبُّ الْمُحْسِنِينَ. Yəni, özünüzü bilə-bilə öz əlinizlə heç vaxt təhlükəyə atmayın və yaxşı iş görün. Həqiqətən Allah yaxşı iş görənlər çox istəyir. Maşallah. Muhammed, ən böyük günahlardan birini deyə bilərsən? وَلَا يَغْتَبْ بَعْضُكُمْ بَعْضًا أَيُحِبُّ أَحَدُكُمْ أَنْ يَأْكُلَ لَحْمَ أَخِيهِ مَيْتًا فَكَرِهْتُمُوهُ. Yəni, bir-birinizin qeybətini eləməyin. Məgər xoşunuza gələrmi ölü qardaşınızın ətini yemək? Əlbəttə ki, yox. Maşallah. Elmin zəkatı onu yaymaqdır, cəmaata çatdırmaqdır, dərs verməkdir. Əlimizin zəkatı oğurluq eləməmək, ayağımızın zəkatı haram yerlərə getməməkdir. Fatimə xanım, bəs gözümüzün zəkatı nədir? وَقُلْ لِلْمُؤْمِنَاتِ يَغْضُضْنَ مِنْ أَبْصَارِهِنَّ وَيَحْفَظْنَ فُرُوجَهُنَّ وَلَا يُبْدِينَ زِينَتَهُنَّ إِلَّا مَا ظَهَرَ مِنْهَا وَلْيَضْرِبْنَ بِخُمُرِهِنَّ عَلَى جُيُوبِهِنَّ. Yəni, möminə xanımlara da ki, gözlərini haram buyurmuş şeylərdən çevirsinlər və naməhrəmə baxmasınlar. Əlbözdən başqa zinət yerlərini naməhrəmə göstərməsinlər. Baş örtüklərini yaxalarına qədər endirsinlər ki, sinələr görsənməsin. Maşallah, çox sağ ol. İndi isə axırda hərəsindən bir arzu istəyək. Muhammed, sənin xalqımıza arzun nədir? Ya eyyuhəl-ləzinə əmənu ətiyullah və ətiyur-rasul və ulil-əmri minkum. Yəni, iman gətirən kəslər Allaha, onun peyğəmbərinə və özünüzdən olan əmr sahiblərinə, yəni imamlara itaat edin. Çox gözəl arzuydu, Allah razı olsun. İndi isə Fatimə xanımla. Fatimə xanım, bəs sən xalqımıza hansı arzunu istəyərdin deyəsən? Salavat deyək. Allahümmə وَاعْتَصِمُوا بِحَبْلِ اللَّهِ
cəmiyyən və la təfərrəqu. Yəni, hamılıqla Allahın ipindən möhkəm tutun və heç vaxt bir-birinizdən ayrılmayın. Maşallah, vəhdəti arzuladı bütün xalqımıza. Axırda da ikiniz də bir yerdə hansı duanı eləmək istəyirdiniz? Rabbana xfirli vəl-validəyyə vəlil-müminə yəvmə yəqumul hisab. Yəni, ilahi, məni, anatamı və bütün möminləri qiyamət günündə bağışla. Amin. Çox sağ ol. Fatimə xanım, burada qonaqlar da var fars dilində. Deyə bilərsən bir dənə şeir, balaca şeir. Ərusə kimə? Demirsən. Yaxşı. Salavat zikr eləyək. Allahumma salli ala Muhammed və ali Muhammed və cün. Sağ olun, təşəkkür edirik. Allah razı olsun. Adam görəndə sevinir. Həqiqətən də əgər biz bacarsaq öz evladlarımızı bu səviyyədə belə tərbiyə eləsək, böyütsək, çox güman ki,